Müxalifət lideri Əli Kərimli isə bu qiymət islahatına sərt reaksiya verdi, onu da sizə çatdırıram. Adamlar gecə-gündüz dırnaq arasında işləyirlər. Korrupsiya yolu ilə boş qoyduqları büdcəni doldurmaq üçün baş sındırırlar. Hərlənib fırlanıb gəldilər, metro və avtobusda gediş haqqını yenidən artırmağa sonuncu dəfə bir il öncə artırılmışdı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyası islahatların növbəti mərhələsini elan edib. Metro nəqliyyatında sərnişin daşıma xidmətinin tarifi bir gediş üzrə 60 qəpik, müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhər daxili, rayon daxili, qəsəbələr arası və şəhər ətrafı avtobus marşrutlarında sərnişin daşıma xidmətlərinin tariflərinin aşağı həddi məsafədən asılı olaraq tariflər dəyişir, 60 qəpik müəyyən olunur. O saat hiss olunur ki, iş başında xaricdə təhsil almış dırnaq arası islahatçı komandadır. Görürsünüz, insanları necə kreativ üsullarla alladırlar. Metroda və avtobusda gediş haqqının 10 qəpik artırılmasını xeyli adam hətta məmnunluqla qarşılayacaq. Axı, həmin dırnaq arası islahatçılar dezinformasiya buraxıb, xalqı qorxutmuşlar ki, gediş haqqı 1 manat olacaq. Birinci kreativlik bu, gediş haqqını 1 manat edəcəkləri ilə qorxutduqları insanları 60 qəpiklik gediş haqqı ilə xeyli rahatlatdılar. İslahatçıların ikinci kreativliyi, metro və avtobusda gediş haqqı bu dəfə də 10 qəpik artırılıb, mentalitetimizi öyrənirlər yavaş-yavaş. Azərbaycanlılar hələm-hələm 10 qəpik söhbəti etməzlər axı. Əslində isə cəmi bir il ərzində metro və avtobus qiymətləri 50% artırıldı. Fakt budur ki, 2024-cü ilin iyun ayına qədər 40 qəpik olan metroda və avtobusda gediş haqqı əvvəlcə 50 qəpiyə, indi də 60 qəpiyə qaldırılmaqla düz 50%, 40 qəpikdən 60 qəpiyə artırıldı. Xalqı kiçik dozalara alışdıra-alışdıra yüklüyürlər. Görürsünüz necə pambıqla baş kəsirlər. İlham Əliyev həm də belə qərarlarına görə inanır ki, nəyi, necə və nə vaxt etməyi yalnız o bilir. Siz necə düşünürsünüz? Xalqı həqiqətən də aldada bilirlər, yoxsa xalq xəbər tutub ki, rejim xalqın cibinə girir, soyğunçuluqla məşğuldur?